5 gün boyunca hər səhər yuxudan durub evdən çıxaraq eyni məsafəni 12 kilometri fərqli nəqliyyat vasitələri ilə qət etdim. Marşrut, skuter, metro, velosiped, motosikl. Sual isə sadə idi. Hansı nəqliyyat həm vaxtıma, həm də cibimə daha sərfəli idi? Hər gün yeni təcrübə, fərqli stres, fərqli rahatlıq, kimsə ucuz idi amma vaxtımı aldı, kimsə sürətli idi amma cibimi yandırdı. İndi isə gəlin nəticələrə baxaq. Marşrut ucuzdur, cəmi 50 qəpik, amma vaxtımı aldı. Düz 1 saat 42 dəqiqəyə çatdım. Daxildə isə sıxlıq, stres, sürücü sərnişin davaları səhər-səhər adamın əsəbini pozur. Skuter 35 dəqiqəyə çatdım, azaddır, tıxaca düşmürsən, amma qiyməti 2 manat 70 qəpik yazdı. Üstəlik yollar skuter üçün nəzərdə tutulmayıb. 24 sürət limiti yol keçərkən təhlükə yarada bilir. Metro 50 qəpik metroya getmək üçün marşruta verdim. 50 qəpik metro. Zaman sabitdir, amma nəfəs almaq olmur. 2 qatar dolu getdi, 3-cü qatara mindim. Biraz şüvənli etsən, 1-ci qatara da minmək olar. Rahatlığa həsrətsən. Boğucu, tər qoxusu, sadəcə səhər-səhər stres mənbəyi. Velosiped, pul getmədi. Sıfır xərc, amma yoxuşlar can aldı. 30 dəqiqəyə çatdım, əvəzində qollarım yandı, tər içində qaldım və ən pisi qaydanda son yoxuşa təslim oldum, velosipedi taksiyə qoyub evə gəldim. Motosiklet 22 dəqiqəyə ən sürətlisi. Xərc cəmi 65 qəpik. Həm rahat, həm azadsan. Mənfi cəhətləri isə hava pis olanda sürmək çətindir. Əlavə olaraq da qayda qanun bilməyən sürücülərin yaratdığı risklər də ayrı bir təhlükədir. Yekun olaraq qeyd etmək istəyirəm ki, ən ucuzu velosiped, ən sürətlisi motosiklet, ən stresslisi marşrut, ən balanslı metro, bəlkə də skuter. Amma sonda seçim sənindir. Səhər yuxudan durub eyni yola çıxsan, sən hansını seçərdin? Şərhdə yaz, fikrini bölüş.